and ola bizi yaradan Allaha. Və bugünkü günümüzə and ola, orucluq günüdür. Mən efirlərə pul ödəmirəm. Həqiqətən mən efirlərə pul ödəmirəm. Mən efirə niyə görə pul ödəmirəm? Reyting verirəm efirlərə. Sabah xeyir. Rəngarəng verişinin qonağı oldum. Efir reytinglər partladı. Təkrar məni dalbadala dəvət elədilər. O adam ki, pul verir, çıxır ki, özünü tanıtmaq istəyir. Mən tanınıram, popüləram. Mən niyə görə efirə pul verməliyəm ki? Sağ olsunlar. Bütün buradan efir aparıcılarına, rəhbərliklərdə də başda oturanlara hər kəsə təşəkkürümü bildirirəm ki, sağ olsunlar. Yəni, reytingimə deyib, mənə dəvət eləyirlər. Bəli. Vaxtında, zamanında ödəmişəm. Vaxtında paket almışam, xeyli miqdarda pulda ödəmişəm. Amma hal-hazırda popülər adamam. Mahnılarım hər yerdə, toylarda, hara gedirsən Joyada idim, Çiniçaydan. Tamaradakı bilirsiniz də, böyüdən tutmuş kiçiyə gedər, elə Çiniçaydan öz olsun. Oxumayan qalmadı, hamı da əzbər bilir. Nəyə görə mən efirə pul verməliyəm ki? Hələ bu bayrama bir ən də efirə çağırdılar, zardım. Burası gedə bilmədim. Bayrama düşdü deyə